Plan sözü etimoloji inkişaf dövrünün mərhələlərində düz səd, sahə üzərində tikinti, nəhayət müəyyən məqsədə çatmaq üçün hərəkət ardıcıllığı mənasını verir. Plan bütün çətinliklərə rəğmən istəyini reallaşdırmaq bacarığıdır. Hərb mütəxəssislərinin öz hücum və hərbi kampaniya planları, memarların öz quruculuq planları olur. Sosial status yüksəldikcə planların mürəkkəblik səviyyəsi və ona qarşı olan qüvvələrin miqyası da böyüyür. Tarixi məqsədlərə yalnız böyük amallarla yaşayan və niyyətini dəqiq müəyyənləşdirmiş şəxslər nail olur. Böyük müharibə nəticəsində Rusiya, Avstriya-Macaristan, Almaniya, Osmanlı imperiyaları süqut edib, dünyada tamamilə yeni nizam və siyasi dominantlıq mübarizəsi başlamışdı. De facto müstəqilliyi təsdiqlənmiş ölkələrin asanlıqla xəritə üzərində bölgüsü aparılır, sərhədlər dəyişdirilirdi. Azərbaycan Sovet hakimiyyətinin ilk illərində tarixi torpaqları olan Zəngəzuru itirir. Bütün dövrlərdə vahid məkan kimi tanınan Qarabağın dağlıq hissəsi aranından ayrılır. Onun Ermənistana birləşdirilməsi cəhdlər edilir. Bəşəriyyətin özünə xas qanuna uyğunluqları var. Tarixi çağırışlar dövründə xilaskar şəxsiyyətlər doğulur. 8 övladın 8 də tam ali təhsil almış. 14 yaşında intensiv məktəb bitirir və pedaqoji sinifimə daxil olmaq istəyir. Lakin yaş həddinə görə qeyri-mümkün idi. Ona görə xüsusi komissiya keçirilir. Bu komissiyada Heydər Əliyev yüksək bal toplayır və Naxçıvandakı pedaqoji sinifimə daxil olur. 1938-39-cu illərdə ora təhsil alır və tam əla qiymətlərlə təhsilini bitirir. Bitirdikdən sonra isə 12 imtahan verir. 12-si tam əla qiymətlə qəbul olur Azərbaycan Sənaye Universiteti Memari Fakültəsinə. Bu tarixin bir hissəsidir. Onun ibtidai, daha sonra memarlıq və tarix üzrə təhsili dünya görüşünü formalaşdırıb. İlk mərhələni təhsili bitirməsi ilə yekunlaşdıra bilərik. Sərhəddəyik. Araz sərhəd çayı kimi tarixi bölgülərdə, geosiyasi gərginliklərin mərkəzində olur və təkcə 20-ci əsrin 70-ində yaxın olan müddətində biz bunu Sovetlər İttifaqı və əks qütb arasında geosiyasi maraqların toqquşma nöqtəsi kimi qeyd edə bilərik. Əslində bu sərhəd həm də ətrafda yaşayan insanların dünya görüşü, onların həyata baxışına da birbaşa təsir edən amillərdədir. Mən özüm sərhəd məntəqəsində doğulmuşam, uşaqlığımı keçirmişəm, böyütmüşəm və sərhəd nə olduğunu uşaqlığımdan bilirəm. Coğrafi amillərin insan xarakterinə təsiri sosial və siyasi elmlərdə determinizm adıyla tədqiq olunur. Bu nəzəriyyə 20-ci əsrin əvvəllərində xüsusilə məşhur idi. Yəni, doğulduğun, böyüyüb başa çatdığın yerin iqlimi, coğrafi xüsusiyyətləri, hətta dövlət sərhədləri davranışına, həyat seçimlərinə birbaşa təsir göstərir. Bura iki cahan müharibəsi aralığında dünya üzrə artan terror olur və onun Azərbaycana aid repressiya hissəsini də əlavə etsək, həmin dövrün gənclərinin həyata baxışlarında tarixi ədalətin bərpası ideyasının hakim kəsildiyini deyə bilərik. Staline lui a fixé des quotas d'exécution. Pour preuve, ce terrible document. Sur la première ligne, le nom des républiques de l'URSS. Voici l'Azerbaïdjan. Naxçıvanda yaşayırdım. Bizim qonşularımızı gətirdilər. 2 gün içərisində avtomobillərə doldurdular. Ağlaya-ağlaya çartlar Arazın o tayını saldılar. Mənlə bir yerdə məktəbdə oxuyan qızlardı, oğlanlardı.
tarixin tədqiqi, doğma vətənə münasibətdə baş vermiş ədalətsizliklər, soydaşların çəkdiyi əziyyət, milli ziyalıların təqibi Heydər Əliyevdə dövlət xadiminə xas təəssübkeşlik keyfiyyətlərini dərinləşdirirdi. Naxçıvan Pedaqoji Texnikumunu müvəffəqiyyətlə bitirib Azərbaycan Sənaye İnstitutunun Memarlıq fakültəsinə qəbul olan Heydər Əliyev 2-ci Dünya müharibəsi səbəbindən 3 il sonra təhsilini saxlayıb xidmətə başlayır. 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında Arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində çalışır. 1944-cü ildən Heydər Əliyev gələcək həyatının 25 ilini həsr edəcəyi dövlət təhlükəsizliyi orqanlarında leytenant rütbəsində xidmətə başlayır. Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı fəaliyyətini şərti olaraq 3 dövrə bölmək olar. Bunlar 1944-53, 53-65 və 65-69-cu illərdir. Əgər ilkin mərhələ 2-ci Dünya müharibəsi və Cənubi Azərbaycanda milli azadlıq hərəkatının geniş vüsət alması ilə xarakterizə olunursa, sonraki mərhələlər, yəni Heydər Əliyevin artıq rəhbər vəzifədə olduğu zaman Sovet İmperiyasının bütün maneələrinə rəğmən ölkədə milliləşdirmə siyasətinin aparılması ilə yadda qalıb. 1944-cü il 27 yanvar tarixli ərizədə Heydər Əliyev Naxçıvan Təhlükəsizlik Orqanının rəhbərliyinə ərizə ilə müraciət edərək Xalq Dövlət Təhlükəsizlik Komissarlığı sistemində əməliyyat işində fəaliyyət göstərmək arzusunda olduğunu bildirir. Bu məqsədlə xüsusi xidmət orqanının məktəblərindən birində təhsilini artırmağı xahiş edir. Ərizəsinə müsbət cavab aldıqdan sonra Heydər Əliyev Xalq Dövlət Təhlükəsizlik Komissarlığının Bakı Diyarlararası Məktəbinin əməliyyat işçilərinin peşə hazırlığının artırılması kursuna göndərilir. Təhsilini əla qiymətlərlə başa vurur. 1949-cu ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Nazirliyinin rəhbərinin müvafiq əmri ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Dövlət Təhlükəsizlik Nazirliyinin 5-ci bölməsinin rəisi Heydər Əliyev vəzifəsi saxlanılmaqla bir il müddətinə təhsil almaq üçün SSR Dövlət Təhlükəsizlik Nazirliyinin Leningraddakı rəhbər əməliyyat heyətinin hazırlanması xüsusi məktəbinə ezam olunur. Burada da təhsilini əla qiymətlərlə bitirir. 2001-ci ildə Putin Azərbaycan ilk rəsmi görüşə gəldikdə həmin şahadətnaməni çıxartmışdı arxivdən, Heydər Əliyev təqdim etmişdir. Здесь написано свидетельство старшего лейтенанта Алиева Гейдара. 16 мая 1949 года и результаты его учебы. Я все не буду зачитывать, отдельно зачитаю. Диалектический и исторический материализм. Отлично. Чекистская подготовка. Отлично. Экономическая и политическая география СССР и зарубежных стран. Отлично. Уголовное право. Отлично. Литература. Зачет. Военное дело. Зачет. Русский язык. Отлично. Heydər Əliyev barəsində verilmiş xidməti xasiyyətnamədə deyilir. Əməliyyat məsələlərinin həllində əsas mahiyyəti bacarıqla üzə çıxardır, əməliyyat şəraitində sərbəst və düzgün hərəkət edir, əməliyyat sənədlərini dolğun və əsaslandırılmış şəkildə tərtib edir. O, intizamlı, mənəvi cəhətdən saf, ciddi, yoldaşları ilə münasibətdə ünsiyyətçil, dinləyicilər arasında böyük nüfuzu olan bir zabitdir. Xidməti vəzifədə irəli çəkilməyə layiqdir. İkinci Dünya müharibəsindən sonra fərqli sosial və iqtisadi sistem arasında soyuq müharibə başlayır. Sosialist düşərgəsinə SSR-i, kapitalist düşərgəyə isə Amerika Birləşmiş Ştatları liderlik edir. Müharibə sözün birbaşa mənasında deyil, geosiyasi, iqtisadi və ideoloji qarşıdurma şəraitində gedirdi. Dünyanın istənilən nöqtəsində bu qarşıdurmanın şahidi olmaq mümkün idi. Winston Churchillin əzəlilərin sülhü çıxışından sonra iki qütb arasında dəmir pərdə çəkilir. From Stettin in the Baltic to Trieste in the Adriatic, extended across the continent. 1947-ci ildən Amerika Birləşmiş Ştatları Mərkəzi Kəşfiyyat İdarəsi SSR-yə qarşı pozçuluq fəaliyyətində cənub sərhədlərini əsas ünvan kimi seçir. Çox kombinasiyalı əməliyyat oyunlarına başlanılır.
25 avqust 1950-ci ildə Dövlət Təhlükəsizliyi naziri Yemilyanovun 443 nömrəli əmri ilə baş leytenant Heydər Əliyev Naxçıvandakı vəzifəsindən azad edilərək Bakıya 2-ci şöbənin 6-cı bölməsinin rəisi təyin olunur. Архисложно было. Я застал чекистов Бериевского призыва. Ситуация, она менялась. В разные времена она была разная. И найти свое место и суметь продвинуться по служебной лестнице было очень сложно. Особенно было сложно в Азербайджане. Liderlərin fərqləndirici xüsusiyyətləri arasında vəziyyətə uyğun dəyişmək yox, vəziyyəti istədiyi məcraya dəyişmək var. Mərkəzi aparata təyinat səlahiyyətləri artırır, tarixi yaddaşda qalan məsələlərin təkrarlanmasına yol verməmək üçün lazımi mühiti formalaşdırmağı mümkün edirdi. Gənc zabit Heydər Əliyevin 1950-ci illərdən başlayaraq fəaliyyətində iki istiqamət aydın seçilir. Birinci, KGB-nin repressiv alətlərinin doğma millətə qarşı istifadəsinə imkan verməmək. İkinci, kadrların milliləşdirilməsinə nail olmaq. Heydər Əliyevdən qabaq KGB-də çox belə erməni idi, rus idi. O gələndən sonra yavaş bunları pensiya göndərdi, Azərbaycanları yıxdı. O vaxt bir məktəb təşkil eləmişlər. Şkolu Molodova Çikista, Rusya belə deyildi. Gənclərin məktəbi. Onu şəxsən Heydər Əliyev sözə aparırdı. İçindən gəlirdi o həvəs ondan ki, bu lazımdır. Milliləşdirmə prosesinin sürətlənməsi ilə Azərbaycanlı əməliyyatçıların orqanlara cəlbi genişlənir. Bu məqamda əsas məsələ onların əsl çəkiz kimi yetişməsi üçün bilik və bacarıqlarının artırılması idi. Bu dövrdə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda tələbələri SSR-nin bir neçə təhsil ocaqlarına təhsil almaq üçün göndərirdilər və mən də o tələbələrin içində Ukraynaya getməli oldum. Ora getməzdən qabaq bizi yığdı və bizə öz tövsiyələrini verdi. Gedirsiniz, Respublikanı təmsil eləyəcəksiniz, ən əsası təhsilə fikir verməlisiniz. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, əgər 1940-50-ci illərdə Azərbaycan təhlükəsizlik orqanlarında yerli kadrların sayı təxminən 25% təşkil edirdisə, 1970-80-ci illərdə onların xüsusi çəkisi 75%-ə qədər qalxmışdı. Gənc Azərbaycanlının uğurlarından narahatlıq keçirən, onun millətsevərliyi və uzaqgörənliyini özünə təhlükə kimi qiymətləndirən qüvvələr hər vasitə ilə bu yüksəlişə mane olmağa çalışır. Heydər Əliyevi bir müddət rəhbər vəzifədən uzaqlaşdırmağa nail də olurlar. 1955-ci ilin ortalarında o, arxiv uçot şöbəsinə baş əməliyyat müvəkkili göndərilir. Çox çətin oldu bu. Və o qədər çətin oldu ki, mənə qarşı provokasiyalar da etdilər. Mən bir müddət o vəzifədən getməli oldum, yəni çıxartdılar o vəzifədən. Sonra 1-2 ildən sonra yenə də o vəzifəyə məni təyin etdilər, məcbur oldular təyin etsinlər. 1956-cı il fevralın 15-də Azərbaycan SSR yanında Dövlət Təhlükəsizliyi Komitəsinin 2-ci şöbəsinin rəis müavini 2 il sonra rəisi vəzifəsinə təyinat alır. Heydər Əliyevin şəxsən iştirak etdiyi və rəhbərlik etdiyi Duel, Alagöz, Naturalist, Akito və başqa əməliyyat oyunları nəticəsində xarici xüsusi xidmət orqanlarının kəşfiyyat pozculuq fəaliyyətinin qarşısı alınır. Bəziləri təsir altına salınaraq ikili agent rolunda çıxış etməyə başlayır. 10 xarici diplomatın qeyri-qanuni fəaliyyəti ifşa olunur. Onlar persona non grata elan edilirlər. Стиль работы, его это опыт, огромный опыт, вот все это было видно по документам. Он давал оценку документа, значимость документов, как можно использовать этот документ, в каких условиях это используется. А если необходимо было, он давал задание выяснить такие-то, такие-то вопросы. İşte çok taraflar oldu. Ama Irak'da olmuş, onun komandirovkada rastı olmuşu tamam başka bir adamdı.
Gəncəyə getmişdik biz. 5 nəfər idik. Heydər Əliyev başçılıq edirdi bu qrupla. Şəhərdən təzə çıxmışdıq. Şoför dedi ki, saxla maşını. Maşını saxladı. Dedi, dəyişək verir bizi. Keçdi, oturdu şoförün yerinə. O sevirdi maşını sürməyə. Özü gətirdi bizi Gəncəyə. ...1960-cı illərdə SSR Qərb qarşıdurmasına kosmosun fəthi komponenti əlavə olunur. Kosmik tədqiqatlar elmi və hərbi layihələr üçün əsaslı rol oynayır, cəmiyyətin ideoloji xəttə inamı artırdı. Soyuq müharibənin yeni fazasında xüsusi xidmət orqanlarının işində daha yaradıcı yanaşma tələb olunurdu. Əks kəşfiyyat işinin cənub xəttinə rəhbərliyi dövründə ümumİttifaq səviyyəsində uğurlu əməliyyatların icrası vəzifə və rütbə irəliləyişini qaçılmaz edirdi. 1967-ci il Heydər Əliyev Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin edilir. Həmin ilin 30 oktyabrında təhlükəsizlik orqanları tarixində ilk dəfə Azərbaycanlı şəxsə general-mayor ali hərbi rütbəsi verilir. 67-ci ildə biz Heydər Əliyevçinə qrupasında hələ polkovnik idik. Biz Naxçıvana getmişdik. Orada bayram idi. Mən də getdim Heydər Əliyevçinə. Faik Abbasov da məndən idi orada. Мы были в качестве сопровождающих. На следующий день состоялась торжественная часть. Mən dayanmışdım Bakının yanında. Qrup orada məni təyyarə çıxdı ki, sən burada oturasan, gözləyəsən, birdən kimsə zəng elədi. Вдруг объявили, что есть звонок из Москвы. Mən trubkanı götürdüm. Dedi ki, Heydər Əliyev dəvət edin. Akası Цвигун zəng gəlmişdi. Мы были свидетели, как Гейдар Алиевич подошел к телефону. Sonra mən də ki, Heydər Əliyevin trubkanı verəndən gördüm ki, Несколько раз повторял: спасибо, обязуюсь, спасибо, хорошо. Цвигун deyir ki, вам присвоили звание генерал-майора. И когда разговор закончился, он повернулся к нам и сказал: мне дали генерала. Leytenant vəzifəsindən general-mayor vəzifəsinə də keçilən yolda Heydər Əliyev qorxulu cəza aparatı imicini qazanmış KGB-nin repressiv alətlərinin tətbiqinin qarşısını alıb, yüzlərlə azad fikirli ziyalının təqiminə imkan verməyib, yerli kadrların orqanlara cəlb edilməsi ilə təşkilatı əsl milli təhlükəsizlik strukturuna çevirmişdi. İndi isə tarixi məqsədlərə çatmaq üçün fəaliyyətə başlamaq lazımdır. Bu xəritə tam Azərbaycanı göstərən bir xəritədir. Topografik xəritədir, dövlət təhlükəsizlik orqanlarında işlənən xəritədir ki, Heydər öz kabinetində bunu saxlayırdı, Azərbaycanı tam görmək istəyirdi. Generalın planının prioritetləri milli ruhun oyanması və Azərbaycançılıq məfkurəsinin dərinləşdirilməsi idi. Planın həyata keçirilməsi üçün səlahiyyətlər genişlənirdi. 14 iyul 1969-cu il Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilir. Ümummilli liderin Azərbaycana rəhbərliyinin birinci dövrü başlanır. O vaxt heç biz bilmirdik ki, Azərbaycan müstəqil respublika olacaq. Ancaq mən o vaxt Azərbaycanın müstəqilliyi fikirləri ilə yaşayırdım. Amma çoxları bunu bilmirdi. 1969-1982-ci illər Azərbaycan iqtisadi inkişaf konsepsiyası hazırlanır. Geridə qalmış aqrar respublikadan mərkəzi büdcənin donoruna çevrilir. 350 adda sənaye və kənd təsərrüfatı məhsulu dünyanın 65 ölkəsinə ixrac edilir. Очень емко деятельность Гейдара Алиевича во главе республики тогда описал генсек ЦК КПСС Брежнев. Он сказал: широко шагает Азербайджан. Проявлялось во всем. И рост промышленности, модернизация экономики, социальной жизни, расцвет национальной культуры.
несмотря на то, что работал первым секретарем, он все время обращал на кадровый вопрос, чтобы в основном работа была обеспечена именно азерbaycanцами. Saat 9-dan saat 5-ə qədər bütün təsərrüfatın gedişi ilə, yığımın, pambığın, üzümün yığımı ilə, bütün detallarına qədər maraqlanırdı. Yorulmaz energiyası bizim hamımızı cəlb edir, məətəl qalırdı. Tələbi bu idi. Siz yüksək səviyyədə olmalısınız. Bu orqanın işçisi soyuq başla, təmiz əllə, soyuq ürəklə olmalıdır. 1969-1982-ci illər Azərbaycan. Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb fəaliyyətə başlayır. Milli kadr hazırlığı üçün bazar rolunu oynayır. Moskvada bəzi idarələr Azərbaycanda hərbi təmayüllü məktəbin açılmasına qarşı çıxır, lakin Heydər Əliyevin qətiyyəti sayəsində bu cəhdlərin qarşısı alınır. O vaxt mən düşünürdüm ki, Azərbaycanın gərək milli hərbi kadrolar olsun. O vaxt məni narahat edir ki, nə üçün Sovet ordusunda Azərbaycanın zabitləri çox azlıq təşkil edir. Azərbaycanlılardan generallar yoxdur, yaxud da ki, çox azdır. Он создал школу имени Джамшида Нахчеванского. Это как азербайджанское суворовское училище, скажем так, где он взрастил кадры, что когда Азербайджан стал независим, укомплектовал свою армию своими азербайджанскими офицерскими и генеральскими кадрами. 1982-ci il noyabr. Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilir. SSR Nazirlər Soveti sədrinin birinci müavini təyin edilir. SSR Nazirlər Soveti sədrinin birinci müavini işləyən vaxtlarda da Heydər Əliyev əsas diqqətini Azərbaycanda hələ həll edilməmiş məsələlərə, istifadə edilməmiş ehtiyat və imkanlara yönəldirdi. Гейдар Алиев показывал, что и в жесткой, структурированной советской системе возможно быть прогрессивным, незашоренным руководителем, способным, если требуется, поступать нестандартно. ...1980-ci illərin ortalarından Sovet İmperiyasının iqtisadi, siyasi və mənəvi həyatında böhranqabağı vəziyyət hiss olunur. Milli respublikalarda özünü dərk, hüquqların tapdalanmasına, sərvətlərin talan olunmasına etiraz əlamətləri güclənməkdə idi. Bu dövrdə həmçinin Moskva çinovnikləri tərəfindən müsəlman respublikalarının rəhbərlərinə qarşı qarayaxma kampaniyası aparılırdı. Azərbaycan hədəf seçildi. 85-ci ildən sonra Heydər Əliyev açıq şəkildə Qarbaçovun yaratmaz siyasətinə qarşı çıxış etmişdi, ona qarşı kampaniya başlamışdı. Həm mərkəzi mətbuat orqanlarında, həm də ki Azərbaycanda. 1987-ci il oktyabrın 21-də Sovetlər İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSR Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Sovetlər İttifaqı Kommunist Partiyası plenumunda vəzifəsindən istefa verir. Ermənilərin Qarabağ iddiaları 20-ci əsrin demək olar bütün 10 illiklərində müşahidə olunmaqdadır. Heydər Əliyevin həm dövlət təhlükəsizliyi xidməti, həm Azərbaycana rəhbərliyinin birinci dövründə bu cəhdlərin qarşısı qətiyyətlə alınıb. 68-ci il idi, yay ayı idi. Qarabağda separatçı qüvvələr başlarını qaldırmışdılar. Xankəndi demək olar ki, qaynayırdı. Ulu Öndər Heydər Əliyev general göstəriş verdi ki, Xankəndində əməliyyat işi aparmaq üçün bir dəstə yaransın. Heydər Əliyev onu da tövsiyə elədi ki, Xankəndində işinizi görürsünüz, amma gecə orada qalmırsınız. Gəlirsiniz Ağdamda. Biz orada 20 gündən çox iş apardıq. Lazım iş idi, onu mən xırdalamıram, amma lazımlı iş idi. Bəhrəsini də gördük. O separatçıların məhkəməsi oldu Bakıda. 2 nəfərə güllələmə cəzası kəsdilər. 1988-ci il fevralın 22-sində
Əsgəran yaxınlığında ermənilər dinc azərbaycanlılara atəş açır. Nəticədə 2 azərbaycanlı gənc həlak olur. Beləliklə, münaqişənin ilk qurbanları verilir. Sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görmədi, əksinə, Ermənistanın təcavüzkarlıq siyasəti və onlara himayədarlığa öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı xüsusi təlim keçmiş hissələrdən istifadə etdi. Sovet qoşunlarının 1990-cı il 20 yanvar gecəsi Bakıda törətdiyi qırğına etiraz olaraq Heydər Əliyev ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedir, kütləvi qırğının təşkilatçılarının ünvanını birbaşa göstərir. Народу было немеренное количество. Все улицы, переулки были забиты азербайджанцами. Человек, который перенес инфаркт, который находился под полным контролем властей, рискуя своей жизнью, когда Гейдар Алиевич выступил, и у всех появилась надежда. Трагедия, случившаяся в Азербайджане. Я узнал об этом вчера утром, и, естественно, оставаться равнодушным этому событию не смог. 20 yanvar hadisələrindən sonra ictimai-siyasi vəziyyət daha da gərginləşmişdi və Sovetlər İttifaqı Azərbaycana və onun ayrılmaz tərkib hissəsi sayılan Naxçıvana qarşı hücum siyasətini artırırdı. Əvvəla Azərbaycanın milli maraqlarına zidd olan siyasətin vektorları genişləndirilirdi. Qarabağda və Naxçıvan sərhədlərində döyüşlərin şiddəti artırdı. Eyni zamanda Azərbaycanın hərbi, siyasi, informativ blokadası genişləndirilirdi. Xalqın azadlıq mübarizəsinin məntiqi sonluğa çatdırılması üçün güvəndiyi liderə ehtiyacı vardı. 1990-cı ilin iyulunda Ulu Öndər Heydər Əliyev Moskvadan Bakıya, 2 gün sonra Naxçıvana qayıdır. SSR-nin saxlanması məqsədi ilə keçirilən referendum Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda boykot edilir. Sovet qoşun hissələri Muxtar Respublikadan çıxarılır. Kommunist Partiyasının Naxçıvandakı bütün strukturları ləğv edilir. SSR və müttəfiqlərinin soyuq müharibədə məğlubiyyəti dünya siyasətində böyük dəyişikliklərə səbəb oldu. Beynəlxalq münasibətlərin Yalta-Potsdam sistemi dağıldı. Yeni dünya düzəninə keçid baş verdi. Ötən əsrin 90-cı illərində soyuq müharibə sona çatdı. Bu, beynəlxalq geosiyasi vəziyyət üçün ciddi dəyişikliklər dövrü idi. 15 müttəfiq respublika öz müstəqilliyini elan etdi. Bu bizim üçün tarixi hadisədir ki, biz 70 illik arzumuza çatdıq. Ancaq müstəqilliyi qorumaq, saxlamaq və əbədi etmək bu müstəqilliyi o şəkildə qazanmaqdan daha da çətindir. Ermənistanın silahlı təcavüzü Naxçıvana qarşı davam edirdi. Sədərək rayonu gün aşırı atəşə məruz qalırdı. Ermənilərin bir dənə siyasəti var idi ki, atəşi davam etsinlər və əhali panikanın yaşayı evlərini tərk etsinlər. Bunu biz dözə bilməzdik. İkinci məsələ ondan idi ki, Muxtar Respublikanı Azərbaycanla birləşdirən dəmir yolu tamamilə bağlanmışdı. Bu demək olardı ki, Muxtar Respublika tamamilə blokada şəraitində yaşayırdı. Ermənilər topdan zadla, bomba ilə ki, vururdu Naxçıvanı. Heydər Əliyev Türkiyə ilə əlaqə saxlayırdı, sonra İranla saxlayırdı. Heydər Əliyev olmazsaydı Naxçıvandan, Naxçıvan batardı. Heydər Əliyevin Naxçıvandakı fəaliyyətinin ən azı 2 istiqaməti tarixçilər tərəfindən xüsusi vurğulanır. Əvvəlcə, blokadanın ağır şəraiti yüngülləşdirilirdi. Məsələn, İran və Türkiyə tərəfi ilə iqtisadi əlaqələr qurulur, elektrik enerjisi böhranının aradan qaldırılması üçün işlər görülür və hətta maliyyə böhranından çıxarılması üçün
Ukrayna tərəfi ilə danışıqlar belə aparılırdı. İkinci fundamental məsələ Azərbaycan xalqının milli azadlıq məfkurəsinin gücləndirilməsindən ibarət idi. İki faktı qeyd etmək yerinə düşər. İlk dəfə məhz Naxçıvanda Sovet sosialist sözləri Naxçıvan Muxtar Respublikası ifadəsindən çıxarılıb. İkincisi və ən əsası Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli müqəddəs bayrağı ilk dəfə məhz burada dalğalandırılıb. Были прерваны международные валютные платежи. Азербайджан был в валютной блокаде. Чувствуется, конечно, что смута большая. Когда я подхожу к нему, такое ощущение, что он много-много дней не то что не отдыхал, просто не спал. O vaxt 92-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş AXC Müsavat cütlüyü ölkəmizi gənc müstəqil dövləti uçuruma aparırdı. Xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. Total böhran hökm sürürdü. Talançılıq, rüşvətxorluq baş alıb gedirdi. Ölkə idarə olunmaz vəziyyətə düşmüşdü. Siyasi, iqtisadi, hərbi böhran gənc dövlətin dayaqlarını sarsıdırdı. Azərbaycan xalqı bu xəyanətkar hakimiyyətə bir il dözə bildi. Bir ildən sonra onlar tarixin arxivinə göndərildi. O vaxt torpaqlarımız işğal altına düşdü. Şuşa, Laçın, Kəlbəcər rayonlarının işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Azərbaycan öz nicat yolunu Heydər Əliyevin simasında görürdü və ona müraciət edərək onu dəvət etdi. 1993-cü ilə qədər bizim dövlət müstəqilliyimiz şərti xarakter daşıyırdı. Atributlar var idi, ancaq ölkə müstəqil siyasət apara bilmirdi. 93-cü il dönüş nöqtəsi oldu.